gecə səyahəti və Mirac. Bu İsra deyə keçir Quranda. İsra və Mirac hadisələri barəsində. Bunlar haqqında son dönəmlərdə mübahisələrə səbəb olan fikirlər də olmuşdur. İnşallah indi bu oxuyub bitirəndən sonra sonda da o mübahisəli məsələlərdə toxunacaq Allahın izni ilə. Demək, Mirac haqdır və Peyğəmbər sallallahu aleyhi və səlləm gecə vaxtı göyə yüksəlmişdir. Şərhində yazılır ki, Həzrət Peyğəmbərin sallallahu aleyhi və səlləm Məscidül Haramdan Məscidül Əqsaya gecə vaxtı getməsi Quran-ı Kərimlə sabitdir. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məscid-i Haram deyimiz Kəbə və oradan da Məscidül Əqsa deyilən hal-hazırda tikilmiş, hal-hazırda Fələstində yerləşən Əqsa məscidinə gecə vaxtı getməsi, hansı ki, aralarındakı məsafə 2 aylıq bir məsafədir. Bu da bir Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin möcüzələrindən biri sayılır. Belə ki, Uca Allah buyurur ki, ayədə Subhanəl-ləzi əsra bi'abdihi leylən minəl məscidil harami iləl məscidil əqsəl-ləzi bəraknə havlə. Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül Haramdan ətrafını mübarək etdiyimiz Məscidül Əqsaya aparan Allah pak və müqəddəsdir. Demək ki, Allah Teala öz qulu Muhammed sallallahu aleyhi ve selləmi Məscid-i Haramdan Məscid-i Əqsaya aparmış. Allah öz qüdrəti ilə bu hadisəni gerçəkləşdirmiş. Hansı ki, adi insanın yürüyüşü ilə 2 aylıq bir məsafədir. Bu ayədəki bir göz qırpımında 2 aylıq məsafənin qət edilməsi Rasulullah sallallahu aleyhi və səlləm möcüzəsi olaraq göstərilmişdir. Allah Teala Peyğəmbəri cismən ayıq halda göylərə yüksəltmiş, ona dilədiyi şeyləri bəxş etmiş və dilədiyini vəhy etmişdir. Yəni, bəziləri deyir ki, bu Mirac hadisəsi cismən yox, ruhən baş vermişdir. Bəzisi deyir, göylərə yüksəlməmişdir, amma əhl-i sünnənin inancı bundan ibarətdir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm cismən, yəni ruhən deyil, yəni cismən Məscid-ül Haramdan Məscid-i Əqsaya getmiş və oradan da göylərə yüksəlmişdir. Bu hadisə Qurandan əlavə səhih hədislərdə də sabitdir. Sadəcə Quranda keçmir, səhih, mötəbər mənbələrdə olan, məsələn, Buxari, Müslim və digər səhih qaynaqlarımızda da Mirac haqqında dəlillər mövcuddur. Qətadədən rəvayət olunan hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahabələrinə İsra gecəsi barədə danışmış və belə buyurmuşdur. İsra, yəni gecə yolculuğu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gecə ikən ayədə də buyurulduğu kimi Məscid-i Haramdan Məscid-i Əqsaya getmişdir. Demək, mən hətimdə olarkən, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, hətim dediyimiz şey, Peyğəmbər, daha doğrusu Kəbənin tam hazır olmamış, belə Kəbənin yanında bir tikili var. O tam başa çatmadı, yarımçıq da qalmışdır. O hissəsidir Kəbənin. Mən hətimdə olarkən dizləri bükülmüş vəziyyətdə uzanmışdım. Nə yuxulu, nə ayıq bir halda ikən yanıma bir mələk gəldi. Buradan buraya olan hissəni yardı. Yəni, sinəsini göstərdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Qəlbimi çıxartdı. Sonra içi imanla dolu qızıl tas gətirildi və qəlbimi orada yudular. Çətin nəfəs alıb boğulurdum, sonra düzəldim. Daha sonra qatırdan kiçik və uzun qulaqdan böyük bir heyvan gətirildi. Bir an içində addımladı və mələk olan Cəbraillə məni dünya səmasına qədər apardı. Peyğəmbər sallallahu əleyhi və səlləm mindiyi o minin adı Buraq olduğunu söylüyor. Amma insanlar onu görmədiyi üçün buyurur ki, qatırdan kiçik, uzun qulaqdan böyük bir minik idi və sürətli bir şəkildə Cəbrail əleyhissalamla bu Mirac hadisəsini o heyvanın üzərində minərək gerçəkləşmişdir. Cəbrail səmanın açılmasını istədi, ondan kim olduğunu soruşdular və o Cəbrail olduğunu söylədi. Bundan sonra ondan sənin yanındakı kimdir deyə soruşdu. Cəbrail cavab verdi ki, Muhammed sallallahu aleyhi və səlləmdir. Bura göndərilmişdirmi?
Yəni onun izni varmı bura gəlməyə? Cəbrail əleyhissalam da bəli deyə cavab vermişdir. O zaman belə deyildi: salam olsun, xoş gəldin. Bundan sonra Adəm peyğəmbəri gördüm. Peyğəmbər sallallahu əleyhi və səlləm gördüyü peyğəmbərləri zikr edir. Cəbrail dedi ki, bu Adəm sənin atandır. Onu salamladım, sonra başqa birini də salamladım. Cəbrail dedi: salam olsun Salihin oğluna və Salih peyğəmbərə və s. Hədis bu şəkildə davam edir, uzun bir hədisdir. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin öncə Adəm əleyhissalamı, Salih peyğəmbəri, Musa əleyhissalam, İsa əleyhissalam və digər peyğəmbərləri Allah Teala ona Mirac hadisəsində göstərir. Alimlərin bəzisi bu haqda belə demişdir: Mirac hadisəsi Quranla da sabitdir. Belə ki, Allah Teala bayaq dediyimiz İsra hadisəsidir. Gecə yolculuğu 2 aylıq bir məsafədən söhbət gedir. Amma Mirac barəsində bəziləri deyir ki, Mirac ümumiyyətlə Quranda yoxdur, amma alimlərin bəzisi deyir ki, Mirac hadisəsi özü də Quranla sabitdir. Belə ki, Allah Teala Uca kitabında buyurur ki, sonra Cəbrail Muhammed peyğəmbərə yaxınlaşdı və aşağı indi. Onların arasındakı məsafə 2 yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu. Yəni, bu hadisə zamanı Cəbrail əleyhissalamla Peyğəmbər sallallahu əleyhi və səlləm arasındakı yaxınlıq barəsində 2 yay uzunluğu qədər deyilir. Bu nəyi ifadə edir? Adətən ərəblərdə 2 nəfər bir-birini dost olaraq qəbul edirdisə, yan-bayan dayanıb, bir-birinə yaxın dayanıb, oxlarını çəkərdilər və atardılar. Bu da onların bir-birinə qardaş olduğunu, bir-birindən qan qardaşı olduğunu mənasına gələrdi. Bu da o mənanı ifadə edir ki, yəni Cəbrail əleyhissalamla Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir-birinə çox yaxınlaşdılar. Bu yaxınlıq Peyğəmbərin sallallahu əleyhi və səlləm Cəbrail ilə arasındakı olan məsafədir və buna da Allah Taala'nın yəni Cəbrail ən uca üfüqdə günəşin çıxdığı yerdə idi ayəsi sübutdur. Belə ki, Allahın Rəsulü sallallahu əleyhi və səlləm Cəbraildən Allahın onu xəlq etdiyi əsl surətini göstərməsini istəmiş və o bunu Peyğəmbərimizə Hira mağarasında vəd etmişdir. Cəbrail əleyhissalam Peyğəmbərə sallallahu əleyhi və səlləm məşriqdən görünmüş və məğribə qədər bütün üfüqü tutmuşdur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə Cəbrail əleyhissalam öz surətində görünmüşdür. Bütün üfüqü əhatə edəcək şəkildə. Sonra Peyğəmbərə sallallahu əleyhi və səlləm yaxınlaşıb aşağı inmişdir və ona 2 yay uzunluğunda, yəni 2 yay arasındakı məsafə qədər yaxud daha yaxın olmuşdur. Bu o deməkdir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Cəbraili öz surətində gördükdən sonra onun əzəmətindən qorxmuşdur. Nəticədə Allah subhanahu wa ta'ala Cəbraili vəhy gətirmək üçün Peyğəmbərə yaxınlaşa bilsin deyə insan surətində qaytarmışdır. Əsl surəti Cəbrail əleyhissalam insanın görmədiyi bir varlıq olduğu üçün, əsl surəti insan üçün qorxulu olduğu üçün Allah Teala insan şəklində Cəbrail əleyhissalamı Peyğəmbərimizə nazil etmişdir. Allah Teala bu barədə kitabında buyurur ki, sonra Cəbrail Allahın öz bəndəsinə, yəni Muhammədə vəhy nazil etdi. Yəni o Haqq Teala'nın Cəbrailin dili ilə vəhy etdiyi Muhamməddir sallallahu aleyhi və səlləm. Bura qədər dediklərimiz deməli İsra və Mirac barəsindədir. Bəzi alimlər, son dönəm alimlər xüsusən də sadəcə İsra hadisəsi vardır. Mirac hadisəsi yoxdur. Quranda Mirac hadisəsi barəsində yazılmamışdır deyirlər. Baxanda ayələrə həqiqətən də Mirac hadisəsinə qəti olaraq Mirac hadisəsi haqqında bilgi yoxdur, amma ona bir işarət var olduğunu deyirlər alimlər. Bəziləri İsra və Mirac hadisələri vardır, amma İsra tamam ayrı bir şeydir, Mirac ayrı bir şeydir demişlər. Bəziləri Mirac hadisəsinin ümumiyyətlə tamamilə uydurulmuş bir şey olduğunu və xüsusən də İran ərazisində
farsların belə deyək də öz əfsanələrindən ibarət bir nağıldan ibarət bir şey olduğunu söyləyirlər. Hansı ki son dönəm alimləri bu məsələni araşdırırlar. Baxırlar görürlər ki bunu araşdıranlar İslam alimi deyil. Bunu araşdıranlar Avropa alimlərdir. Və baxırlar görürlər ki həmin deməli o əfsanə dedikləri söhbət 1500-1700 il bundan qabağa kimi dayandırdıqları o əfsanəvi nağıl, yəni dolayısıyla bu Mirac möcüzəsi ilə çox üst-üstə düşür. Sinənin yarılması olsun, sonra cənnətin, cəhənnəmin göstərilməsi olsun. Çünki Mirac hadisəsində Peyğəmbər sallallahu bu şeylər göstərilibdir. Bütün bunlar hamısı üst-üstə düşür və bunlar da deyirlər ki, İran qaynaqlarında, bu əfsanəvi qaynaqlarda keçir bu və İslamdan öncə keçir. Hansı ki, Avropa aliminin araşdırdığı dəqiq bir araşdırma var ki, bu əslində İslam Peyğəmbərimiz s.ə.v gələndən sonra və İran fəth olandan sonra yazılan bir mətindir. Dolayısıyla İslamdan bəhrələnmiş bir yazıdır. Belə deyək, həmin o mətni İran əfsanəsi kimi təqdim ediblər. Amma işin əslinə baxanda İran əfsanəsi deyil, onlar Peyğəmbərimiz s.ə.v-in hədislərində keçən o Mirac hadisəsini özünkinləşdirib başqa cür təqdim etmişlər. Ona görə də yəni son dönəmlərdə o mübahisəli məsələlərə baxırıq, görürük ki, bunlar məsələləri daha da mürəkkəbləşdirib, bəziləri məqsədli olaraq, bəzisi bu şəkildə bilərək doğru etdiklərini zənn edirlər, amma bəziləri də İslamdakı o Peyğəmbərimiz s.ə.v hədislərini gözdən salmaq və etibarsızlaşdırmaq üçün hədisləri bir kənara qoyurlar. Hansı ki, bu Mirac hadisəsi barəsində hədislər mütəvatir saydadır. Yəni, mütəvatir sayda sahabilərin rəvayət etdiyi bir hadisədir və özü mötəbər qaynaqlarda, səhih qaynaqlarda keçir. Odur ki, Əhl-i Sünnənin inancı İsra və Mirac hadisələrinin həqiqətən də gerçəkləşməsidir. Peyğəmbər s.ə.v-in Miraca gedərək bir anlıq baş vermiş bir hadisədir. Göyləri fəth etmiş, cənnət və cəhənnəm Peyğəmbər s.ə.və göstərilmişdir. Bir anlıq baş vermişdir bu. Və deyilir ki, necə qiyamət günü bütün göylər, ulduzlar hamısı dürüləcək və cənnət, cəhənnəm bizi o zaman görmüş olacaq. Yəni, hal-hazırda bizim görməmizə mane olan nələrdir? Gördüyümüz bu ulduzlardır, kəhkəşandır və Allah da Quranda yaxın səmanı biz ulduzlarla bəzədik buyurur. Dolayısıyla 7 səma əslində bizim gördüyümüz birinci səmadır. 7 səma, yəni biz gördüyümüz, yəni bildiyimiz, elmə məlum olan sadəcə ulduzlardan ibarət olan bir səmadır. Və belə bir fikir də var ki, bu səma dürüləndən sonra cənnət və cəhənnəm görüləcəkdir. Növbəti cənnət hovuzu və şəfaət barəsində olan Əhl-i Sünnənin inancı. Allah Teala'nın Rəsulunun ümmətinə rəhmət olaraq bəxş etdiyi Kövsər hovuzu haqdır. O cənnət hovuzu dediyimiz Kövsər hovuzudur. Hədislərdə rəvayət olunduğu kimi Peyğəmbərimizin ümməti üçün saxladığı şəfaət isə haqdır. Şəfaət məsələsi və cənnət hovuzu deyilən Kövsər hovuzu da haqdır. Nə üçün bunlar qeyd olunur əqidə kitablarında? Çünki demək ki, o dövrlərdə də məsələ bu barələrdə mübahisəli məsələlər olubdur. Yəni, Əhl-i Sünnənin inancı budur deyə İmam Tahavi bunu əlavə edib əqidə mövzusuna. Şərhində qeyd olunur ki, hovuzla bağlı Əbu Zərdən radiyallahu anh rəvayət olunan hədisdə deyilir ki, bir gün Peyğəmbərdən sallallahu aleyhi və səlləm, ey Allahın Rəsulu, bu hovuzun çanaqları necədir deyə soruşdum, belə buyurdu. Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, onun çanaqları qaranlıq və bulutsuz gecədəki ulduzların və göy cisimlərinin sayından çoxdur. Yəni, müsəlmanlar bundan istifadə edəcəklər. Cənnət hovuzundan içən susamaz, onun axan suyu bitməz. Orada cənnətdən gələn bir su arxı var. Onun eni Omanla Əylə arasındakı uzunluq qədərdir.
Omanla Əyli arasındakı uzunluq, yəni geniş bir eni vardır. Suyu süddən daha ağ və baldan da daha şirindir. Süddən daha ağ və baldan da daha şirindir. Hədis Müslimdə rəvayət olmuşdur. Ənəs bin Malikdən nəql olunan hədisdə deyilir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Kövsərin nə olduğunu soruşduqda, cənnətdə Allah tərəfindən mənə verilmiş bir çaydır. Suyu süddən də ağ, baldan da şirindir deyə buyurdu. Bu hədis Tirmizdə rəvayət olmuşdur. Kövsər bulağının Peyğəmbərin sallallahu aleyhi və səlləm ümmətinə bir rəhmət olduğu deyilir. Çünki insanlar günəşin onlara çox yaxın olması üzündən şiddətli susuzluq hiss edib hovuzun yanına gələcəklər. Qiyamət gününün bəlaları gəldikdə sanki səhrada susuz qalmış insanlara bir rəhmət olacaq. İnsanlar hovuz başına gəlib onun buzdan da soyuq suyundan içəcəklər. Suyu həm süddən ağ, həm baldan şirin, həm də soyuqluğu da buzdan da soyuq olacaq. Bugün biz soyuq suyu içə bilmirik, boğazımız gələr deyə. Amma cənnətdə biz nəyə görə soyuq suya biraz meyl eləmirik? İndi içə bilənlər var. Onda artıq insan o əziyyəti çəkməyəcək. Və o daha onun üçün də həqiqətən də əslində çox soyuq su insana xoş gəlir, amma nəyə görə içə bilmir? Çünki boğazı gələr bilər deyə ondan ehtiyat edir. Amma axirətdə isə bu çətinlik aradan qaldırılacaqdır. Şəfaətə gəlincə, yəni bu cənnət hovuzsu barədə adətən dualarımızda ya Rəbb bizi Kəvsər hovuzunun yanında Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bərabər et dediyi dualarımızda həmin bu Kəvsər hovuzu budur. Allah təala bizləri də qiyamət günü, axirət günü o Kəvsər hovuzunun ətrafında Peyğəmbərimiz sallallahu əleyhi və səlləmlə bərabər etsin. Şəfaətə gəlincə isə Buxari və Müslimdə Ənəs bin Malikdən rəvayət olmuşdur ki, Allah Resulü sallallahu əleyhi və səlləm belə buyurur: Qiyamət günü insanlar təşvişə düşüb bir-birlərinə qarışarlar. Adəm Peyğəmbərin yanına gəlib zürriyyətinə şəfaət et deyərlər. İnsanlar yığılışıb deyərlər ki, öz zürriyyətinə, yəni biz sənin zürriyyətini bizə şəfaət et. Allahdan yəni bağışlanma dilə deyərlər. O isə, Adəm əleyhissalam isə mənim şəfaət etmə haqqım yoxdur. Siz İbrahimə gedin. Çünki o Xəlilullahdır. Allahın yaxın dostudur, deyər. İnsanlar İbrahimin yanına gələr, lakin o da mənim belə bir haqqım yoxdur. Ancaq Musa Peyğəmbərə gedin, çünki o Kərimullahdır. Yəni Allahın kəlmələşdiyidir. Bu dəfə insanlar Musanın yanına gedərlər, lakin o mənim iznim yoxdur. İsa'ya gedin, çünki o Allahın ruhudur və onun kəlməsidir deyə cavab verər. İnsanlar İsa'nın yanına gedərlər, o da mənim buna haqqım yoxdur, lakin siz Muhammedə sallallahu aleyhi və səlləm gedin deyər. Beləliklə insanlar mənim yanıma gələrlər, mən isə onlara mənim şəfaət etmə haqqım var deyəcəyəm və Rəbbimin huzuruna çıxmaq üçün izin istəyəcəyəm. Mənə izin veriləcək, qarşısında durub Allahın ilham edəcəyi və hazırda qadir ola bilmədiyim həmdlərlə Allaha həmd səna edib, sonra da Rəbbimə səzdə edəcəyəm. Allah Teala, ey Muhammed, başını qaldır, istədiyini söylə, söylədiyin eşidiləcək. Nə arzu edirsən et, yerinə yetirilsin. Şəfaət istə, şəfaətin qəbul ediləcəkdir buyuracaq. Mən də, ey Rəbbim, ümmətimi istəyirəm deyəcəyəm. Allah Teala onlara, get, kimlərin qəlbində buğda və ya arpa dənəsi qədər iman varsa, onları ateşdən çıxar buyuracaq. Mən də gedib bunu edəcəyəm. Cabirdən radiyallahu anh rəvayət olunduğuna görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub: şəfaətim ümmətimin böyük günah edənlərinədir. Hədis Tirmizdə rəvayət olunmuşdur. Rasulullah sallallahu aleyhi və səlləmin qiyamət günü onun ümmətinə o kəslərə şəfaət olunacaq ki, onlar Allah Resulü sallallahu aleyhi və səlləm yolu ilə getmişlər. Bəzən insan olması etibarilə günah işləyə bilər, xətalar işləyə bilər. Böyük günah işləyənləri də Allah Teala izin verəcək ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm
onlar üçün şəfaət diləsin. Amma bu şəfaət diləmək bu bizə də aid olacaq, olmayacaq, o məsələ qəti deyildir. Sadəcə bizim məlumatımız bundan ibarətdir ki, Allah Teala Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə qiyamət günü bağışlanma verəcəkdir. Yəni bu bizi arxain edən bir şey olmamalıdır. Sadəcə bir məlumat olaraq bilirik ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə Allah Teala belə bir məqam verir. Və bir də son olaraq əhd mövzusunu oxuyaq. Əhd nə deməkdir? Adəm əleyhissalam və zürriyyətindən götürdüyü əhd, peyman haqdır. Bu barədə ayədə Allah Teala buyurur ki, xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən gələcək nəsillərini çıxardıb, onların özlərinə, yəni bir-birinə şahid tutaraq, mən sizin Rəbbiniz deyiləmmi? Soruşmuş, onlar da, bəli, Rəbbimizsən deyə cavab vermişdir. Belə bir şahidliyin səbəbi qiyamət günü biz bundan qafil idik ayəsinə gəlmişdir. Yəni biz hələ yaradılmamışdan öncə ruhlarımız yaradılmış və Allah Teala mən sizin Rəbbiniz deyiləmmi deyə soruşmuş. Ruhlarımız da bəli, sən bizim Rəbbimizsən, bələ, yəni orada biz bəli demişik Allaha, cavab vermişik. Bu da ona görədir ki, qiyamət günü heç kim deməsin ki, biz Rəbbimizi tanımamışıq. Əslində, hər kəs fitrət olaraq, Peyğəmbər sallallahu bir hədisdə buyurur ki, doğulan hər kəs fitrətən, nə olur? İslam fitrəti üzrəndə olur. Yəni, doğuşdan bu İslama insanda bir meyl var. Sadəcə olaraq onun valideynləri onu ya xristiyan edir, ya yahudi edir, ya xaspərəst edir, məcusi edir deyə belə Peyğəmbər sallallahu hədisi vardır. Lakin alimlər, yəni bu əhddən məqsəd, qiyamət günü biz əhd bağlamışıq ki, biz sənə ibadət edəcəyik, ya Rəbbi. Əhd dediyimiz bu məsələdir. Lakin alimlər Allah Taala'nın əhd götürməsini təsdiqləsələr də, mütəşabih ayə olduğuna görə onun keyfiyyəti barəsində danışmamışlar. Quran-ı Kərimdə gəldiyi üçün əslini təsdiqləmişlər. Bu barədə biz dediyimiz fikirləri bir o qədər dərinləməsinə getməyərək, sadəcə bizlər əhd almışıq Allahdan. Amma o necə formada formalaşmışdır? Bu barədə bir çox alimlər fikir bildirməmişlər. Biz son olaraq dediyimiz kimi. Şeyx Əbu Mənsur bəzi təfsir alimlərinin ayənin təvili barəsində fikirlərini qeyd edərək yazır ki, Allah Teala Adəmi yaratdığı zaman mən sizin Rəbbiniz deyiləmmi buyurur. Belə ki, qiyamət gününə qədər olacaq Adəm zürriyyətini toz dənələri kimi onun belindən çıxartmış və sonra onlara mən sizin Rəbbiniz deyiləmmi deyə xitab etmişdir. Onlar da bəli Rəbbinizsən, sən bizim Rəbbimizsən deyə cavab vermişlər. Bu barədə açıqlama verən alimlər öz aralarında ixtilaf etmişlər. Bəzilərinin fikrincə bu əhd peyman bədənə deyil, ruhlara ərz edilmişdir. Digərləri isə belə düşünür ki, Allah Teala insanları iki qrup şəklində yaratmış və bunlar cənnət üçün, bunlar isə cəhənnəm üçün yaradılıb buyuraraq, mən sizin Rəbbiniz deyiləmmi ərz etmişdir. Lakin digər alimlərin fikrincə bu bütün tövhid əhlinə edilən müraciətdir. Allah Teala bəhs edilən ayə ilə onların dünyadakı hallarını fəqirlik, zənginlik, əcəl və s. kimi məsələləri bildirmişdir. Yəni, əhddən muradın Allahın Adəm övladlarından əhd alması, bayaq oxuduğum ayə, hansıydı? Əraf surəsi 172-ci ayə. Burada qəsd olunan bəzi alimlər demişlər ki, insanların başına gələcək hadisələr, onların fəqir olması, zəngin olması, əcəli barəsində olan bilgilə əhddən məqsəd budur demişlər. Demək ki, 3 cür görüş oldu. Birinci görüş, bizim ruhlarımızın Allah qatında Allaha sən bizim Rəbbimizsən deyə təsdiq etməsi, bəzilərin bu əhdin nədən ibarət olduğu barədən biz heç nə deyə bilmərik dedilər. Bəzilər də bu əhddən məqsədin Allahın insanın əcəlini yazması, ona fəqirlik, zənginlik və s. kimi şeylərin verilməsini Allah öncədən yazması mənasında başa düşülməlidir
demişlər. Belə. Burada saxlayaq, çünki bundan sonra mövzu qədər mövzusudur. Qədər mövzusu biraz geniş mövzudur.